Salam, kanalımızda hər birinizi xoş gördük dəyərli izləyicilər. Bugünkü videomda yumuşaq, pambıq kimi çox az ərzaqla hazırladığım xəmirdən həm sadə, həm də şokoladlı bulkalar hazırlayıram. Bulka xəmirini düzgün üsulla necə hazırlanmasını bilmək istəyirsinizsə videomuzu sona qədər izləyin. Ən vacib məqamları sizinlə paylaşacağım. Bulkanın xəmiri üçün 2 stəkan ilıq südü və yarım stəkan şəkər tozunu geniş bir qaba əlavə edirəm. Üzərinə isə 1 paket instant maya, 1 yumurtanı ağlı sarılı, 2 yemək qaşığı duru yağ, 1 paket vanil, 1 çay qaşığının ucunda duzu əlavə edib, çırpıcı vasitəsilə maya əriyənə qədər qarışdırıram. 6 stəkan ələdiyim unu hissə-hissə qarışımın üzərinə əlavə edirəm. Xəmir yoğunlaşana qədər spatula vasitəsilə qarışdırıram. Daha sonra biraz da un əlavə edib əlimlə xəmir yoğuracağam. Xəmirimiz yumuşaq, biraz da ələ yapışan xəmir olmalıdır. Artıq xəmiri yığdım və qabın kənarında görürsünüz ki, xəmir qırıntıları qalmadı. Deməli, yağı əlavə etmək vaxtıdır. Mən bir kənarda 100 qram kərə yağını əritmişəm və bunun demək olar ki, çox hissəsini tökdüm xəmirin üzərinə. Göründüyü kimi əvvəlcə xəmir biraz bərkiyir, yağ əlavə edəndə narahat olmayın. Daha sonra əlinizlə beləcə yaxşıca xəmiri yoğurursunuz. Yağın hamısını xəmirə yedizdirmək lazımdır. 5-6 dəqiqə xəmiri dayanmadan yoğururam və yavaş-yavaş xəmir yağı özünə çəkir. Artıq qabımın kənarlarında yağ qalmadı. Çox gözəl yumuşaq xəmirim alındı. Sizə də göstərmək istəyirəm lap yaxından. Əziz xanımlar, siz xəmiri hazırlayanda, əvvəlcədən yağı tökəndə heç narahat olmayın. Biraz xəmir bərkiyir. Ondan sonra bax gördüyünüz kimi bu cürə yumuşaq xəmir alınacaqdır. 100 qram əritdiyim kərə yağından 3-4 yemək qaşığı yağ qaldı. Bu artıq mənə lazım deyil. Xəmirimi mayalandırıram. 1 saat yarım keçdi. Xəmirim çox gözəl mayalanıb. 2-3 dəfə xəmirin həcmi artmalıdır. İndi isə əlimlə xəmirin havasını çıxardacağam. Dəyərli izləyicilər, bura qədər videomuzu izlədinizsə, bizə dəstək üçün kanalımıza abunə olub yorum yazmağı unutmayın. Kanalımıza dəstək olub yorum yazan, abunə olan hər kəsə öncədən təşəkkür edirik. Xəmirin biraz qabın içərisində havasını çıxartdım. Taxtanın üzərində də biraz əlimlə bu formada açıram və açdığım xəmiri göstərdiyim kimi qatlayıram. Xəmiri düzgün üsulla hazırlamaq istəyirsinizsə, biraz səbir və vaxt lazımdır bunun üçün. Gördüyünüz kimi xəmiri hər tərəfdən qatladım və indi isə 2 bərabər hissəyə ayırıram. Kəsdiyim xəmirlərin hər birini 6 yerə bölürəm. Xəmir o qədər gözəl və yumuşaq xəmirdir ki, bunun içərisinə pendirli, qozlu, əlinizin altında nə varsa hər bir işliklə hazırlamaq olar. 5 stəkan yarım unla hazırladığım xəmirdən 13 ədəd bulka xəmirim alındı və mən bunu 15-20 dəqiqədə bu formada saxlayıram, mayalansın, biraz da kündədə gəlsin. Daha sonra bişirəcəyim qabın içərisini yağlayıram. Xəmirlər necə də gözəl mayalandı yenə də və birinci hazırladığım kündədən başlayıram. Bu qədər açdım. Sonra isə gördüyünüz kimi qatlayıb bu formada bükürəm. Sadəcə xəmiri açdım və bu cürə bükdüm. İçərisinə heç bir işlik əlavə etmədim. Mən bulkaların yarısını sadə hazırlayıram, yarısını isə şokoladlı işliklə hazırlayacağım. Plitka şokoladı rəndələmişəm. Siz evdə olan şokolad kremindən də istifadə edə bilərsiniz. Şokolad əlavə etdim, daha sonra yenə də həmin formada bükdüm.
Bükdüyüm bulkaların hamısını qaba yığıram. 15-20 dəqiqədə axırıncı dəfə mayalanmağını gözləyirəm. Gördüyünüz kimi necə də gözəl mayalandı. İndi isə üzərinə yumurtanın sarısı və 1 çay qaşığı duru yağ qarışımını yaxşı-yaxşı hər yerinə çəkirəm. Tələsirdim ki, xəmirləri nəvəm görməsin, ancaq bunu bacarmadım. Sonunda özünü gəlib çatdırdı. Onadır, ortadır. Murad, aparaq qoyaq pişsin. Yok şişme. Bulkaları sobamda 200 dərəcədə alt-üst rejimlə bişirirəm. 25-30 dəqiqə. Və artıq bişdi bulkalarım və necə də gözəl qabarıb. Şokoladlı bulkalarımın biraz şokoladları kənarlarına çıxıb, ancaq bunun da öz gözəlliyi var. İnanın ki, ətri bütün evi bürüyüb. Hələ tam soyumayıb bulkalarımız, içərisi istidir. Ancaq kəzib göstərmək istəyirəm sizə, dəyərli izləyicilər, yumuşaq pambıq kimi. İnanın ki, əlimdə qıranda ovulub tökülür. Bu isə sadə hazırladığım bulkalardandır. Heç bir içlik əlavə etmədim ara qatlarına. Çox gözəl bişib, qabarıb. İnanın ki, özüm əmin olmadığım bişirib evimdə ailəmlə yemədiyimiz reseptləri, yeməkləri, şirniyyatları sizinlə paylaşmaram. Çox əminliklə hazırlaya bilərsiniz. Videomuzu bəyəndinizsə bizə bildirin. Yorumlarda yaxınlarınızla, doğmalarınızla paylaşın. Kanalımıza dəstək üçün. Güzel. Güzel. Götür. Salamat qalın. Növbəti videolarımızda inşallah görüşənədək. Allah'a əmanət olun. Yani küçük de sağ. Hoş olsun.